Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vel akibetu lil muttaqin ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin ve la'netullah ala adaihim ecmaîn. Allahümme acil velikel ferec. Deməzlər, məhdəviyyət mövzusunun davamı olaraq biz inşallah burada qeyd edəcəyimiz mövzu çox mühüm məsələlərdən də həmçinin. Çünki yalançı məhdəviyyət iddiaçılar olub tarixdə. Şimdi ona toxunaq ki, həm də biz tarixdən öz gələcəyimiz üçün də qarşımıza çıxan hadisələrdə də bunların məsələsini bilək və diqqətli olaq. Ümumiyyətlə, məhdəviyyət ideologiyasının inancında mühüm məsələdən biri budur ki, bu Mehdi iddiaçıları ki olub da tarixdə, həmin bu iddiaçıların özünə də inanan elimsiz və cahil adamlar olub da həqiqətən. Və geniş auditoriya malik olan İmam Mehdi inancı ümumiyyətlə İslam tarixinin ilk əsrlərindən saxtakar, yalancı insanlar tərəfindən sui-istifadə olunubdur. Hiləgərlər bunu xüsusi məqsədlər üçün, cahillər də aldanaraq onların əsrinə və alətinə çevrilməklə belə bir zərərə məruz qalıblar. Yəni, İslam dini ideologiyasında Quran-ı Kərimə, Peyğəmbər sallallahu gələn mütəvatir hədisləri istinadən ki, təbii ki, bəşəriyyətin İmam Mehdi Cəllə Fərəcəhin zühuru və qiyamı ilə nicat tapması inancı şəksiz qəbul olunandır və tarix boyunca da bu mövzudan sui-istifadə edənlərin olması bu ideologiyanın zəifliyinə yox, əksinə məhdəviyyət mövzusunun doğruluğuna bir sübutdur ki, belə bir şey mövcuddur. Deməli, bundan sui-istifadə edirlərmiş ki, bu şey olmasaydı, əksinə kütlənin inancı olmasaydı, buna da istifadə mənbəyinə çevirib insanları aldada bilməzdilər. Təbii ki, əks təqdirdə də özlərində tərəfdar yığa bilməzdilər. Və buna əsasən də həqiqəti gizlətmək üçün, insanları haqq yoldan azdırmaq üçün məhz bu mövzunun özündən istifadə edirlər. Ki, necə ki, yalancı peyğəmbərlər olub tarixdə, o da bu cürdür. Və bəşəriyyətin, belə deyək də, sonunda vədə verilmiş şəxs tərəfi nicat tapması ideologiyasının sui-istifadə olunması tək müsəlmanlara aid deyil. Ümumbəşər bir ideologiya olduğu üçün bütün, belə deyək ki, dünya dinlərinin ibtidasından günümüzə kimi daim müzakirə predmet olubdur və bir çox qiyamlara, ictimai çevrilişlərə, insanların ümidlərlə dolu, belə deyək ki, hicrətlərinə səbəb olubdur. Xüsusən də böyük dinlər sırasında bu inancı əsasən gələcək ümidlə baxan Musəvilik, İsəvilik, yəni xristiyanlıq, Yahudilik dinləridir. Yahudi və xristiyan dinlərində Məsih inancı o qədər mühüm və həlledici amildir ki, hətta yaxın zamanlarda mövzu ilə əlaqədar bəzi siyasi dəyişiklik də baş vermişdi ki, məsələn, 1882-ci ildə Ərəbistan yarımadasında yaşayan Yahudilər arasında Məsihin Sina dağından zühur edəcəyi xəbəri yayırlar və bu xəbərdən sonra Ərəbistan yarımadasında Yəməndə yaşayan yüzlərlə Yahudi ailə Qüdüsə köçməyə başlayır. Amma Məsihin zühur xəbəri əvəzinə Osmanlı İmperiyasının yeni çətinlikləri ilə üzləşirlər və o vaxtda qərb konsulluqları onları öz himayəsinə götürür. Köç etmiş Yahudilər üçün İskandar adlı dağın yaxınlığında evlər tikib onları evdə məskunlaşdırırlar. Və bundan əlavə hadisələrdə və tarixdə İslam dinindən 2 əsr öncə hətta Yahudilər Ərəbistan yarımadasında yeri dinin zühuru ümidi ilə gəlməkləri də qeyd olunur. Ümumiyyətlə, yalancı Məhdi iddiaçıları Şiə məzhəbində yox, demək ki, bütün İslami firqələrdə, Sufilər, Əhl-i Sünnə firqələrində ki, çıxırdı və hazırda da hətta belə iddiaçılar mövcuddur. Hətta bəzi firqələrin bu mövzuda daha qabarıq şəkildə görünməsinin də özünə görə bir dəlilləri var. Məhdəviyyət mövzusu İslam dünyasında cümlədən Misir, İran, İraq, Ərəbistan yarımadası ki, torpaqlarında hətta dövlət çevrilişinə qədər və bu tipli xırda böyük və kiçik üsyanlar üçün daim bəhanə obyektinə çevrilirdi. Yəni, xüsusən də Fatimləri Misir hakimiyyəti, Məhdi Sudaninin qiyamını bir misal göstərə bilərik ki, yəni bu məsələ çox mühüm bir amildir. Və yalancı məhdəviyyət təfəkkürü daim siyasi sistemin əhatəsində formalaşırdı. Hətta dünyanın siyasi fiqurlarının bu təfəkkürün, belə deyək də, mövzudan maksimum istifadə edərək bəhrələnməkdədirlər. Belə ki, dünyanın hegemon dövlətləri müsəlman millətlər arasında təfriqə salmaqla, müsəlmanların parçalamağından sui-istifadə siyasətini işlətməklə maksimum bəhrələnir və bu gündə bu məsələnin daha geniş vüsət tapması üçün müxtəlif növ planlar həyata keçirirlər. Son 2 əsrdir ki, müsəlman ölkələrinin qapısı
qərb dövlətlərinin üzünə açılır. Yəni, o heç bir fürsəti qaçırmadan çalışdıqları qədər müsəlman millətlər arasında ixtilaf salırlar, təfriqə, toxumu səpirlər, fitnə salırlar və bunu da etdikdən sonra yüksək səviyyədə də istifadə edirlər. Və ingilislərin ixtilaf salmaq üçün ən sadə bəhanələrdən biri Osmanlı torpaqlarında, İranda, Hindistanda məzhəbi azlıqların hüquqlarının müdafiəsi idi. Niyə? Onlar məzhəbi azlıqların, yəni ki, o məzhəb ki, təriqət ki, azlıqdadır, sayazdır, hüquqlarının bərpası adı, müdafiə adı bəhanəsi ilə hətta dövlətlərin daxili işinə də qarışırdılar. Və məsəl üçün, Babiliyin Qacarlar dövləti zamanında Qacarları baş vəziri Əmir Kəbir tərəfindən şiddətli təzyiqə məruz qalması səbəbindən Rusiya, Avropa onların hüquqlarının bərpası, müdafiəsi bəhanəsi ilə Qacarların dövlət işinə müdaxil edirlər. Hətta bəzi qaynaqlar göstərir ki, Rusiya Qacarilər hökumətinin Mirzə Əli Məhəmməd Babın barəsində çıxardığı edam hökmünə qarşı çıxıb dövlətin daxili işinə müdaxilə etdi və bununla da istədikləri bir siyasi gedişatda əllərinə fürsət düşüb onu öz lehlərinə çevirməyə çalışırdılar. Sonralar məxsusən Bəhalik firqəsi Mirzə Hüseyn Əli Bəhanın başçılığı ilə daha geniş yayıldı. Rusiya, Avropa ölkələri, xüsusən İngiltərənin müdaxiləsi günü-gündən artmağa başladı və nəticədə İranın xarici düşmənləri də bundan sui-istifadə edirdilər. Xarici qüvvələrin hətta himayəsindən son həddə istifadə etmək Əhməd Qadiyaninin İmam Mehdi iddiası ki, Əhməd Qadiyani İmam Mehdi iddiası zamanında daha çılpaq özünü gözə saldı, belə də göstərdi ki, Əhməd Qadiyani açıq-aşkar özünü gizlətmədən İngiltərə konsulluğu ilə əlaqə saxlayıb bu iddianı da edirdi və bu kimi mövzularda xarici qüvvələrin təbii ki, marağı da qaçılmaz olurdu və onlar xüsusən də bu kimi siyasi motivlərdə ciddi mənfəət əldə edirdilər. Yəni, yalancı məhdəviyyət iddiaçılarının barəsində, xüsusən də məhdəviyyət mövzusunun əsas mahiyyətinin özündə aşkar edən mövzular əhatəsində sənədi, mənbəsi düzgün olmayan xeyli fikirlər yazmaq olur. Amma bunu da qeyd edək ki, ilk baxışdan iddiaçıların təfəkkür tərzinin insana müsbət təsir bağışlaması da mümkündür. Məsələn, necə? Deyək ki, adın qoyu zülmə qarşı mübarizə, ictimai islahat, məsələn, iqtisadi vəziyyətin yaxşılaşması ki, bu da insanları cəlb edə bilir, zahiri bu cür forma. Və məhdəviyyət iddiaçıların mühüm olan ideologiyalarından ən öndə olanı qüdrətli olmaqla yanaşı, həm də ictimai və siyasi işlərin başına keçib hər şeyi nəzərdə götürməkdir. Yəni, bu məhdəviyyət mövzusunda dini və siyasi bir anlayışdır. Məhdəviyyət iddiasında olan hər kəsin ideoloji hədəfi siyasi və ictimai qüdrətə sahiblənmək, buna şəriətdə onu geyindirməkdir. Ki, bəziləri buna tarixin müxtəlif dövrlərində nail olsalar da, çoxları digər qüdrətlərlə üzləşib, məğlub olub aradan gediblər. İddiaçıların həmçinin iqtisadi təfəkkürlərini, sözü gedən mövzunun əsas platforması hesab edə bilərik. Çünki bəziləri də düşünürlər ki, xalqı axmaq yerinə qoymaqla hansı iqtisadi bazıya çata bilərlər. Bəzi Babilik iddiaçıların ətrafında olanlar belə düşünürdülər məsələn. Məhdəviyyət qütb anlayışı ilə sufi şeyxlərinə yaxın olanda ki, o təfəkkürlə ki, onlara aid olan xanəgahlar, yəni ibadət mərkəzləri, yerləri, müridlik, kör-körana ardıcıllıq ki, və digər qruplaşmalar əhəmiyyətli olur. Bu məsələ İran tarixinin müxtəlif əsrlərində həmçinin Afrikanın şimalında yalancı məhdəvilik təfəkkürünün formalaşmağında olduqca əhəmiyyətli amillərdən biridir. Yəni, məhdəviyyət ideologiyası müsəlmanlar üçün müqəddəs olduğu kimi digər qruplar da əhəmiyyətli olmuşdur. Yəni, onların bu ideologiyaya yanaşmaqları müsəlmanlardan fərqli olsa da, yəni, bağlılıqları onlar qədər ciddi olubdur. Həmçinin yalancı məhdəviyyət iddiaçılarının əksəriyyəti zehni təxəyyül xəstəliyinə tutulublar. Məsələn, bəzi insanların həyatda daim müvəffəq olmaları onlarda belə bir təxəyyülün formalaşmasına şərait yaradıbdır ki, həyatın bütün çətinliklərinə mən qalib gəlib müvəffəq oldum və mən Mehdiyəm. Bəzən də siyasi və ictimai çətinliklərə səbəb olur ki, insanlarda belə bir təxəyyül formalaşsın. Ki, belə tip insanlar keçmişdə olduğu kimi bugün də müasir həyatımızda mövcuddur. Amma bu insanlar adətən ictimai şəxsiyyət kimi formalaşmır. Həyatın axırında da məhv olub aradan gedir. Bəzi iddiaçılarda diktator və totalitar rejimlərə qarşı mübarizə ruhiyyəsinin olmağı mümkündür. Yəni, iddiaçıların məhdəviyyət ideologiyasında əsas hədəfi insanları və ictimai reyi öz ətrafında cəm etməkdir.
toplamaqdır. Çünki belə insanlar üçün əsas məqsəd İmam Məhdi olmaq deyil. Əksinə zülmə qarşı mübarizə və siyasi nizama nəzarət etmək önəmlidir. Buna görə də ümumi bir layihədə öz işlərinə xitam verirlər. Məsələn, Məhdi Sudanini misal göstərə bilərik ki, Məhdi Sudani belə şəxslərin ən öndə gedənlərindəndir ki, bu cür metoddan istifadə edib, öz ölkəsini ingilislərin və təcavüzkar belə Misirlərin əsirliyindən, müstəmləkəsindən xilas eləmişdir. İmam Baqir Əleyhisselam yalancısı İmam Məhdi iddiasının bəzi insanlar tərəfindən müsbət qarşılanmağı haqqında da kəlamı var ki, Kafidə orada rivayət var ki, Həzrət buyurur ki, Leysə bin əhədin yəd'u ilə mən yaxrucu dəccəli illə səyəcidu mən yubayi'uhu. Həzrət buyurur ki, Dəccalın gəlişinə qədər insanlar isə bir dəstə iddiaçılar, yəni Mehdilər çıxacaq və cəmaatı özlərinə beyt etməyə dəvət edəcəklər, çağıracaqlar özlərinə doğru. İnsanların yalancı iddiaçılara tərəf getmələrinə, onlara xidmət göstərməyə əsas səbəb ictimai siyasi mədəni savadsızlıq və xüsusən də iqtisadi rifahın aşağı səviyyədə olmasıdır. Məsələn, götürək bu günümüzü. Bugün insanlar nə qədər imamət mövzusundan anlayışı var, nə qədər imam tanıyır, nə qədər bu haqda mərifət və elmi var, kəsb edib, yaxud götürək bu qədər dərslər, mövzular, xütbələr qoyulur, hansına nə qədər qulaq asılır, dinlənilir. Təbii ki, azdır. Və bu da belə bir şəxslər üçün mümbit bir şərait yaradır. Necə ki, bugün, məsələn, yamanitçilərin ortaya çıxması ilə nə qədər insanlar azdı onlara qoşuldu. Cəhalətindən, savadsızlığından ki, Əhl-i Beyt kəlamı hədisi adı altında bunları çəkib aldatdılar və belə bir küfür toruna saldılar. Və təəssüflər olsun ki, cəhalətləri də o həddədir ki, bunların əlində rahat istifadəyə çevrildi. Təsəvvür edin ki, üzündən məsum imamın kəlamının əslini oxuya bilməyənlər onlara verilmiş, yeridilmiş, yedirdilmiş sözlərlə, kəlmələrlə, təhriflərlə insanların üzünə qalxdı. Yəni, normalda bir insan bilir ki, məsələn, mən filan kəslə üzrə gəlib bu mövzuda danışa bilmərəm. O məndən daha çox bilir, daha yaxşı bilir, o işin əhlidir, o məndən öndədir. Məsələn, bir riyaziyyat müəlliminin tələbə nə qədər bəhsə girə bilər? Misal. Yəni, təsəvvür edin ki, bunlar hətta o dərəcədə inanırlar ki, arxayın o cür yəqinliklə hətta elm əhlinə belə hücum çəkirlər. Halbuki onların heç müqəddimə bir İslami təhsili yoxdur. Xülasə, yəni bu mahiyyət olaraq yalancı iddiaçılara tərəf getmələrini, onlara xidmət göstərilmə əsas səbəbi ictimai, siyasi, mədəni savadsızlıq və iqtisadi vəziyyətin aşağı səviyyədə olmasıdır. Bu, məsələn, psixoloji və maddi durumu normal olan insan heç vaxt dəlilsiz və boş vədlərə uyub kiməsə belə deyək ki, davamçılıq etməz, şagirdlik eləməz. Bu, yalnız sadə düşüncəli insanlardan gözlənilən bir şeydir. Və həmçinin yalancı İmam Məhdi iddiaçılarının tez bir zamanda belə deyək ki, inkişafına və tərəfdar toplamaqlarına, həmçinin insanların onları kör-körünə qəbul etmələrinə əsas səbəb kimi mədəni və ictimai savadsızlığı misal gətirə bilərik ki, tarix boyunca yalancı iddiaçıların iş fəaliyyətlərini nəzər salanda insanı təəccübləndirən suallar çıxır ortaya. Məsələn, onun belə deyək ki, insanların yalancı məhdiçilərə inanmaqlarına səbəb nə idi? Necə olur ki, öz iradələrini onların ixtiyarında qərar verməklə özlərini onların qurbanına çevirirlər. Amma biz görürük ki, Əli Əleyhisselamın, Əhl-i Beytin yəni kəlamlarında bunların cavabı var. Məsələn, Həzrət bir kəlamında buyurur ki, Nəhcül Bəlağədə Həzrətin Aleyhisselamın kəlamlarından biridir. Həzrət buyurur ki, Ən-nasu səlasə, insanlar üç dəstədir. Fəəlimu Rabbani və mütəəllimun ələ səbili nəcətin və həməcun dəaun ittiba'i kulli na'ik ya sa'ih yemiluna ma'a kulli rihin lam yastadi'u bi nuril ilmi və lam yəlhəcu ilə ruknul vəsiq. Həzrət deyir ki, birinci dəstə ilahi alimlərdir, Rəbbani alimlərdir. İkinci dəstə haqq yolunun ardıcıllardır, nicat yoluna gedən davamçılardır. Və üçüncü dəstə isə olanlar, bunlar bütün hər şeyin ardıca gedən boş-boş səsküyçülərdir.
Və Həzrət Dil 3-cü dəstəyə baxanda onların heç bir elmi mənbədən istifadə etmədikləri üçün heç bir köklü əsaslara söykənmədiklərini biz görə bilərik. Yəni onlar heç bir kök olaraq, rukun olaraq nəyəsə söykənib və nəsə tutarlı bir elmin əldə edilməyən şəxsləridir. Və Əli əleyhissalam insanları ki bu dəstəyə ayırdı ki onlar alimdirlər, Rəbbani alimdirlər, həqiqəti görürlər, bilirlər, fərdi və ictimai işlərdə ilahi meyarlara istinad edib əməl edirlər və belə dəstəyə aid olan şəxslər imamın nəzərində ilahi alimlərdir. İkinci dəstədə ki, haqq yolunun ardıcılardır, onlar həmin alimlərdən bəhrələnib, neynirlər, o yolu davam etdirirlər. Amma üçüncü dəstə 1 və 2-dən tamamilə fərqlənir. Onların nə elmi var, nə həqiqəti tanıyırlar, nə də səy göstərirlər və Əli əleyhissalam ki, Əli əleyhissalam bunları deyir ki, həməcur ri'a adlanırlar bu tip insanlar. Həməc ərəb dilində qoyunun və yaxud da eşşəyin üzərinə qonan ağca qanada bəzən də milçəyə deyirlər. Ri'a isə şuursuz. Yəni bir ağca qanadın, yəni şuursuz bir ağca qanadın, yəni qoyunun eşşəyin üzərinə qonmağı kimi dəstəyə oxşadır ki, yəni bunlar belə bir kütlədirlər. Və yuxarıda ki biz bayaq zikr etdiyimiz rivayət ki var, onun hədisinə, izahına baxdıqda imamın nəzərində həqiqəti görməyən və eyni zamanda onu görmək üçün tənbəllik, süstlük edən insanlar özlərini də savadsız insanlara belə ardıcıllıq edən cahillərdir. Belə ki, ictimai düşüncəyə malik olmayan şuursuz sadəlövlərin ən böyük təhlükəsi də qeyri-həqiqi inanclara inanmaqları, onlara tərəfdarlıq edib inkişafına səbəb olmaqlarıdır. İstəyir bu maddi olsun, istəyir kütləvi yaxud da mənəvi. Bunlar mühümdür. Və həmçinin belə deyək ki, insanların batil inanclara üst tutma səbəblərindən biri də siyasi və ictimai tənəzzüldür. Ki, istənilən bir mühitdə dini dəyərlərə etinasızlıq, ictimai fəsadlara isə daha çox önəm verilsə, xüsusən də bu boşluq totalitar bir rejimdə baş verirsə, o zaman insanlarda qeyri-həqiqi inanclara meyillik yaranır. Ki, dini dəyərlərin inkişafı, bütün sahələrdə ədalətin bərpası və zülmün aradan aparılması İmam Mehdi Cəlal Fərəcə ideologiyasının əsas ki, prinsiplərindəndir. Ona görə də dini dəyərlərə hörmətsizlik, ictimai və siyasi fəsadların çoxalması, insanların ədalətə həssət qalmağı, yalancı məhdəviyyət iddiaçılarında şərait yaratmış olur ki, yalancı bu iddiaçılar məhdəviyyət ideologiyasının əsas prinsiplərini istinad edib, neynirlər? Özlərinə kütlə yığırlar və xalqın diktatorlara, istismarçı rejimlər tərəfindən idarə olunması yalancı məhdəviyyət iddiaçılarına kütlə yığmaq üçün əsas hədəfə çevrilir. Həmçinin insanların maddi durumunun zəif olmağı istənilən bir cəmiyyətdə fəsada yol açır və iqtisadi böhranı misyonerlərin belə deyək ki, ov məkanı, ovlağı adlandırarlar. Çünki iqtisadiyyatın aşağı olmağı, ümumiyyətlə ictimaiyyətin elm, sənaye, mədəniyyət sahələrinin tənəzzülə uğramağı ilə ki, nəticələnir. Belə bir halda hər bir fürsətdən qruplaşmalar, təşkilatlar, xüsusi hədəfi olanlar istifadə edilir. Onlardan da biri yalancı İmam Mehdi iddiaçılarıdır ki, insanları özlərinə tərəf dəvət edib kütlə yığırlar. Və yalancı iddiaçıların bir neçə hədisə istinad etmələri də insanları həmçinin ətrafına yığmağına səbəb olur. Çünki bu dini aspektdən olduğu üçün, belə deyək ki, o təbii ki, dini mətnlərdən də sui-istifadə edirlər. Məsələn, buna görə də hədislərin sənədi baxımından düzgünlüyü araşdırılmalıdır. Peyğəmbər və imamlara aleyhissalama istinad olunmağı qəti olaraq sabit olmalıdır. Xüsusən zöhrün əlamətləri barəsində olan hədislər sənədi baxımından araşdırılmalıdır. Və bunu da qeyd edək ki, zöhr haqqında olan hədislərin bəziləri də yalancı iddiaçılar tərəfindən yazılıb və deyilənlərdir. Bunları möminlər dərhal qəbul eləməsin ki, imam adına deyildi, hədis deyilib, qəbul edib, araşdırmalıdırlar həqiqi elm əhlindən, alimlərdən. Məsələn, İmam Mehdi Cəlal Fərəcəhin hansı coğrafi məkanda zöhür etməsi barəsində olan hədislərin bir çoxu var ki, saxta və yalancı iddiaçılar tərəfindən uydurulubdur. Məsələn, Qərbdə, Şərqdə, Yəməndə, Xorasanda hətta zöhür etməsi haqqında rivayətlər var. Ki, bu tip saxta hədislərin məkanlar
barəsində deyilən hədislərin, yəni deyilməsi yalancı iddiaçıların hədəflərinə xidmət edibdir. Ki, həmçinin bu iddiaçılar müxtəlif zaman çərçivəsində İmam Mehdinin Əcəlullah Fərəcəhin hətta hansı məkanda zühur etməsi mövzusunda ciddi çətinliklərlə üzləşdikləri üçün özlərindən yalancı məkanlar yazıblar, iddia ediblər. Ki, məsəl üçün Qazi Numaninin Şərhül Əxbar kitabında müzakirə olunan, məsəl üçün, belə deyək ki, zuhurun günbatan tərəfdə baş verməsi mövzusu. Məsələn, onu götürüblər, Abdullah Mehdiyə aid ediblər ki, bu Abdullah Mehdidir, həmin o günbatan tərəfdən zuhur edəcək. Məsələn, digər tərəfdən İmam Mehdi Əcəlullah Fərəcəhin adının Peyğəmbər Səhəllahın adından olması ki, başqalarında da maraq oyadıbdır bu məsələyə. Hətta sənəd baxımından lap düz olan bilən hədislərdən sui-istifadə ediblər. Mətnini ya mövzusunu, hədəfini təhrif ediblər. Məsələn, Mənsur Abbas öz övladının adını Mehdi qoymaqla insanlarda belə bir təsəvvür formalaşdırmaq istəyir ki, özü Mehdi sevənlərdəndir. Mehdi deyil, amma Mehdini sevəndir deyə övladına Mehdi adı qoyubdur. Təbii ki, bu kimi hallar sadə düşüncəli, ictimai baxışları dərin olmayan şəxsləri aldada bilir. İnsanların digər din mütəxəssislərinə nisbətən belə deyək ki, belə şeylərə cəzb edici kimi baxmağı onların allanmasına səbəb olurdu. Və nəticədə başlayırlar onu sevməyə, ona tabi olmağa. Məsələn, Seyyid Muhammed Nurbəxşi var idi, Mehdici hərəkatı yaratmışdı. Hətta onun böyük ustadı Xacə İshaq da onu dəstəkləyirdi. Hətta canımı belə verirəm deyərək bu adam onun yolunda, tələbəsinin yolunda çalışırdı. Yəni, yalancı məhdəviyyət iddiaçılarının meydana gəlməsi, belə bir fikrin insanlarda formalaşması geniş müzakirə və düşüncə obyektidir. Çünki 1400 ilə yaxın İslam tarixi var və olduqca böyük alimlər gəlib gediblər bu dövrlərdə və heç biri məhdəviyyət iddiasında olmuyor. Onlar nəinki İmam Mehdi Əcəlullah Fərəcə, hətta o ağanın nümayəndəsi olmaqlarını belə özlərindən uzaq tutublar və kimdəsə onlar barəsində belə bir təsəvvürün olmağını qadağan ediblər. Ki, müqəddəs İslam dini tarixində nə əhl-i sünnə də şialılar tərəfindən belə bir iddia olmurdu. Hətta bu iki məzhəb alimlərini olub ki, öz zamanlarının insanları hər cəhətdən olaraq xidmət ediblər və alimlər böyük bir kütlə rəhbərliyi ediblər. Bununla belə böyük şəxsiyyətlər insanların onlara olan etimad və itaətlərini düzgün qiymətləndirib sui-istifadə eləməyiblər. Əksinə, kim ki onları İmam Mehdi Əcəlullah Fərəcəhin hətta nümayəndəsi deyib etiraz ediblər. Məsələn, heç uzağa getməyək, öz dövrümüzün böyük fəqihlərindən, fəqihlər ustadı olan Mirzə Cavad Təbrizi ağanın rəhmətullah aleyhin özünə belə bir sual ünvanlar. Siz İmam Zaman Əcəlullah Fərəcəhin naibisiz, deyil, xeyr, mən onun bəlkə də əgər layiq olsam nökəriyəm, xidmətçisiyəm, vəssalam. Yəni, tarix boyunca yalancı məhdəviyyət iddiaçıları savadsız, çox az dini biliyə sahib olublar və ətraflarında da özləri kimi az miqdarda insanları toplayıblar. Qeyd etdiyimiz kimi də onlar insanların savadsızlığından, avamlığından, fəqirliyindən, çətinliyə düşməklərindən, sadəlövhlüyünə istifadə edib öz hədəfləri üçün istifadə ediblər. Yəni, bunlar mühümdür ki, möminlər bu məsələdə diqqətli olsunlar və belə şeylərə aldanmasınlar ki, bunlar çox mühümdür. Və biz bu yalancı iddiaçıların münbit əsas hədəfləri nələrdir? Qısa olaraq bu dərsdə buna toxunduq ki, iman əhli başa düşsün ki, belə bir çətinliklərdə, belə bir vəziyyətlərdə sui-istifadə edənlər var. Ayıq olsunlar, aldanmasınlar. Elhamdülillah Rabbil aləmin.